Siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm Sovet dövründə, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr verirsiniz. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev sizi gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkardır və onun bir çox ciddi meyarları var və sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq ediniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə Sovet dövründə işləmişsiniz və müstəqillik dövründə. Sovet dövründə xatırlayıram ki, 70-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı komissarı adlandırılan, indi isə Sabayıl rayonunun birinci katibi təyin olunmuşsunuz və bu vəzifədə böyük uğurlar əldə etmişsiniz. Ondan sonra Ulu Öndər sizi mərkəzi komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri etdiniz. Bu, mərkəzi komitənin bəlkə də ən aparıcı şöbəsidir. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzindədir. Heydər Əliyev Moskvaya, Politbüroya işə başlayanda siz bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Mərkəzi Komitəsinin ideoloji üzrə katib vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifədir. Yəni, bu ideoloji işlərə rəhbərlik edilir. Təbii ki, Ulu Öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişlər və yalnız Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdandan sonra o yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürüydü. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt bir çox kadrlar ki, Heydər Əliyev onları yetişdirmişdi, onlara böyük vəzifələr vermişdi. Onlar ona sadiq çıxmadılar. Və o kadrları o sonra 93-cü ildə hakimiyyətə qayıdandan sonra o onlara etibar eləmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o həm sizə inanırdı, eyni zamanda o xalqımız üçün ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamışsınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmişsiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyası rəhbərliyi vəzifəsinə təyin olunmuşsunuz və bu çox önəmli və məhsul işdə böyük nailiyyətlər əldə etmişsiniz. Və son 16 il ərzində biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq və ölkəmizin uğurlu, hər tərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim bilirsiniz, sizə böyük hörmətim var və siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmuşsunuz. Və bugün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra edilir və bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.